Salam əziz dostlar, əziz izləyicilər. Yenə vətəndaş müraciəti. Bugün Sabirabad rayonunun Qasımbəy kənd sakini Baxşiyev Qabil Adiloğlu bizə bir video müraciət göndərir. Mən o müraciətə baxmışam. Ona görə də mən zaman-zaman danışıram. Deyirəm ki, rayon mərkəzi xəstəxanalarında təbii ki, bəzilərinə aiddir, özbaşınalıq baş alıb gedir. Xüsusən də bəzi rayon mərkəzi xəstəxanaların direktorları var. Onlar özlərini toxunulmaz aparırlar. Onlar elə başa düşürlər ki, onlar nə istəyirlər eləyə bilərlər. Olmaz. Olmaz qardaş, cavan oğlansan sən. Sən cavan oğlansan. Adamın həyatını cəhənnəmə döndərmirsən. İndi görək video müraciətdə nə deyir bizim bu hörmətli vətəndaş. Mən bu videonu göndərirəm. Jurnalist Elnur Şükürova xahiş edirəm bunu paylaşsın. Sabirabad rayon Qasımbəyli kənd sakini Baxşiyev Qabil Adiloğlu. Mənim yoldaşım əməliyyat olunmalıdır. 15 gündür ki, Sabirabad rayon mərkəzi xəstəxanasının baş həkimi Elnur həkim məni get-gələ salıb, heç bir işlə görülməyib, heç bir köməkliyi də göstərilməyib. Mənə deyir ki, MRT-nin get kağızını al gətir, mən yoldaşı əməliyyat eləyim. 2 dəfə vurublar, bir dəfə Şirvana vurublar, imtina gəlib, bir dəfə Bakıya vurublar, yenə imtina gəlib. Mən özüm öz başıma getdim, Sabunçudan, MRT-dən keçirtdim, gətirdim kağızı, verdim. Yoldaşım verib kağızı, mən orada olmamışam. Yoldaşıma deyib ki, bu əməliyyat sırf mənli idi. Mən, sənin yoldaşım bizdən şikayət etdiyinə görə sizi göndərdim Bakıya, Bakıya, onkoloji xəstəxanaya. Gedin, ağlınız gəlsin başınıza. Mən də oradan çıxıb, götürüb aparmışam Şirvana. Şirvanda əməliyyat elətdirdim. Allaha şükür, min şükür ki, yaxşıdır. Onkoloji xəstəliyi heç bir şey yoxdur. Mən də buradan üzümü tuturam ümumiyyətlə. Bütün bir Azərbaycan vətəndaşı olaraq, Azərbaycanın oğlu olaraq, vətənin oğlu olaraq buradan üzümü tuturam cənab prezidentə, Mehriban xanım, vitse-prezident Mehriban xanıma. Mənim hüquqlarım Sabirabad rayon mərkəzi xəstəxanasının baş həkimi Elnur tərəfindən tapdalanır, əzilir, alçaldılır. Xahiş edirəm öz ailəm adından, sizdən artıq dərəcədə xahiş edirəm. Mənim hüquqlarım tapdaladığı üçün Elnur həkim onun haqqında bir tədbir görülsün. Xahiş edirəm sizdən. Çünki mənə dediyi söz odur ki, get hara deyirsən de, mən heç bir şey eləyə bilmirəm. Mən köməklik eləyə bilmədim sizə. Get hara deyirsən de. Mən də özüm öz başıma gedib Sabunçudan MRT-nin kağızını keçirib gətirmişəm. Sonra da heç nə eləməyib, əməliyyat eləməyib, götürüb aparmışam Şirvana. Şirvanda əməliyyat elətdirmişəm. Əgər bu Sabirabad rayonunun xəstəxanasının baş həkimi Elnur həkim əgər bunu əməliyyat eləyə bilirdisə, acığa düşüb ki, deyir ki, mən bu əməliyyat sırf mənli idi. Mən acığa sizi göndərirəm Bakıya, onkoloji xəstəxanaya. Acığa, hansı həkim acığa iş görür? Hansı həkim onu ora gətirib qoyanda, vəzifəyə qoyanda ona deyiblər ki, getsən acığa iş gör genən. O nə deməkdir? Bu nə deməkdir? Bu nə haqsızlıqdır? Bu nə deməkdir? Xahiş edirəm sizdən. Sizdən artıq dərəcədə xahiş edirəm. Mənim səsimə səs verin. Mənim hüquqlarım tapdalanır. Sizdən artıq dərəcədə xahiş edirəm. Bu haqda tədbir görülsün. Belə, əziz dostlar, videoya baxdıq, adam müraciət edir, dövlətin adəti qurumlarına, adamın cəzalanmasını istəyir, Mərkəzi rayon xəstəxanasının direktorunu. Təbii ki, qarşı tərəf olaraq mövqe göndərin, işıqlandıraq, biz danışırıq zaman-zaman. Deyirik ki, bəzi rayonlarda, rayon mərkəzi xəstəxanalarında imtiyazlı şəxslərin başına itin oyununu açırlar. Adamların dərmanlarını vermirlər. Adamların dərmanlarını verəndə onların həyatını cəhənnəmə çevirirlər. Süni növbələr yaradırlar, süni əngəllər, narazılıq, adamlar əziyyət çəkirlər, gəlirlər, növbəyə dururlar, ayın axırı gəlir, deyirlər dərman qutardı. Qardaş, bu dərman hara getdi? Hanı bəs siyahı? Siyahı tutulmalıdır. Biz ona görə deyirdik. Bu məsələlərlə ciddi məşğul olmaq lazımdır. İndi Anar Bayramov, təbbin direktoru, bəzi xəstəxana direktorlarını işdən azad edir. Bəs yaxşı, bunlar işdən azad olunur. Hanı bunların araşdırmaları? Bunlar illərdir rayon mərkəzi xəstəxanalarına divan tutublar. Niyə araşdırma getmir? Niyə bunları prokurorluq araşdırmır? Araşdırma aparılmalıdır. Mən ümidvaram ki, işdən azad olunan xəstəxana direktorları ciddi şəkildə araşdırılacaq. Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazıram. Mövqe göndərin. Necə ki, Ağcabədi rayon icra hakimiyyətinin əməkdaşı zəng elədi az öncə Ceyhun Məmmədov. Bildirdi ki, yayılan videoyla bağlı bizim də münasibətimiz var. Biz videonun
əsassız olduğunu bildiririk. Orada bəzi məsələlər var ki, onlar yanlışdılar. Mən də onların mövqeyin işıqlandırıram burada. Ağcabədi rayon İcra Hakimiyyəti bildirir ki, o qarğa məsələsi yanlış məsələdir. Belə dostlar, yayınımızı bəyənin, paylaşın, kanalımıza abunə olun. Sağ olun, sağlıqla qalın.